olsun. Biraz yaxınızdan. Getdik. Hər kəsi salamlayıram. Qabaqdan bahar bayramı gəlir, Novruz bayramı gəlir. Novruz bayramımız mübarək olsun. Ruzlu, bərəkətli olsun. Hər kəsin bayramı mübarək. Sevgili sağ olun, sizin də bayramınız mübarək olsun. Sağ olun, çox sağ olun canım mənim. Çox sağ Buyurun, olun. dərs sizə. İlk öncə mən də bayram münasibətilə xalqımızı təbrik edirəm. İliniz ruzlu, bərəkətli olsun inşallah. Bugün tələbələrimizlə qəlyanaltı dərsi keçəcəyik. 2 cür qəlyanaltımız var. Bir fransız mətbəxinə, bir də İtalyan mətbəxinə aid qəlyanaltıdır. Biri demək brusketta olacaq bizdə, fərqli ingredientlərlə və kanepə yenə fərqli ingredientlərlə. İndi biz kanepə dərsinə başlayırıq. Brusketta çörəklərini çünki biz 60 biraz qızarmalıdır. O haqda da mən ətraflı məlumat verəcəm sizə. Gəlin dərsimizə başlayaq. Nələr lazımdır bizim üçün Sevinç xanım onlardan? Dedi. Bir də sizdə. Burada fərqli ingredientlər var. Burada demək biz bəzək üçün dekorlarımız var. Hansı ki dekorlar istifadə olunacaq və əsas ingredientlərimiz var. Gördüyünüz kimi. Onları mən əvvəlcədən doğramışam. Yenə də doğranma qaydasının bir neçəsini göstərəcəm sizə. Və bunları yığacağıq. Başlayaq. Çörəyə baxarsınız uşaqlar. Kəsə yazılmalar. Aha. Gəlin ilk öncə kanepə. Kanepənin çörəkləri hamı götürsün qabağına qoysun bir dənə çörək. Bir yerdə hazırlayaq. Daha danışıqlı necə ki? Hələ ki yox, birazdan olacaq. Kanep qara çörəkdir. Yəni istədiyiniz çörəkdən istifadə edə bilərsiniz. Burada sırf yox doğramırıq. Bu da doğramırıq. Baxın. Doğram. Bir də bunu tez hazırlayaq birini.